Sorğular kimi filtrlərdə müəyyən qoyulmuş şərtlərə cavab verən verilənlərin seçilməsi üçün istifadə edilir. Lakin filtr cədvəllə birlikdə saxlanılır və başqa obyektlərlə istifadə oluna bilməz. Kadrlar cədvəlinə filtr tətbiq etməklə bir sıra yazını seçək. Verilənlər bazasının pəncərəsində cədvəllər Tables düyməsini, sonra isə 2 dəfə kadrlar cədvəlinin üzərində düyməni basmaqla cədvəli seçin. Cədvəlin soyadı sütununda Məlikova yazılmış xananı seçin. Seçilmə üzrə filtr düyməsini basın. Gördüyünüz kimi cədvəldə soyadı xanasında yalnız Məlikova olan yazılar qaldı. Cədvəlin bütün yazılarını göstərmək üçün filtrin təksibi düyməsini basın. Axırıncı tətbiq edilmiş filtr Access-in yaddaşında saxlanılır və onu təkrar filtr düyməsini basmaqla tətbiq etmək olar. Cədvələ mürəkkəb filtr də tətbiq oluna bilər. Məsələn, kadrlar cədvəlindən tərkibində Məlikova soyadı olan və eyni zamanda telefon sahəsi boş olmayan yazıları seçək. Yazılar, filtr, mürəkkəb filtr, Record, filter, Advanced, filter sort əmrini seçin. Sorğu konstruktorunun pəncərəsinə oxşar bir pəncərə açılır. Pəncərənin aşağı hissəsində soyadı sahəsinin Məlikova mətninə bərabər olması şərti artıq yazılıb. Blankın ikinci sütununa mausun vasitəsilə telefon sahəsini gətirin və seçmə şərti Criteria xanasına göstərilən düsturu yazın. Bu şərt boş olmayan sahələri seçir. Filtr, filtrin tətbiqi, Filter, Apply, Filter Sort əmrini seçin. Yazılar, filtrin təksibi, Record, Remove, Filter Sort əmri ilə filtri yığışdırın. Yeni filtrin tətbiqi əvvəlki filtrləri ləğv edir. Filtri qoruyub saxlamaq üçün onu sorğu kimi saxlamaq lazımdır. Filtr pəncərəsini açın. Record, Filter, Advanced, Filter Sort. Fayl, sorğu kimi saxlamaq. Fayl, Save as Query əmrini yerinə yetirin. Açılan pəncərədə sorğuya filtr adı verib OK düyməsini basın. Filtr pəncərəsini bağlayın.